Salam kanalım izləyiciləri. Bu gün mən Aminə Babayev və sizə növbəti dərsimi təqdim edirəm. Bugünkü bizim dərsimiz olacaq Humayun məqamı. Gəlin biz Humayun məqamına baxaq əvvəlcə. Deməli, yarım ton, ton yarım, yarım ton formulu üzrə qurulan iki bərabər tetraxordun orta ton, yəni 4-cü üsul birləşməsindən əmələ gələn səs qatarına deyilir nə? Humayun ladı. Humayun adında da onu da qeyd edeyim ki, iki dənə mayəsi var. Həm mayə 4-cü pillədir, həm də 7-ci pillə. Gəlin biz do mayəli, eyni zamanda da la mayəli Humayun məqamına baxaq. Gəlin baxaq. Sol, la bemol, si, do. Görürsünüz, yarım ton, bir ton yarım, yarım ton. Formula üzrə qurulur. Sonra ikinci tetraxordu isə görürsünüz 2 ton məsafə. 1 ton görürsünüz məsafə. Görürsünüz burada. Ardıcıl gəlir. Görürsünüz 2 ton gəldi. Sonra buradan da ikinci tetraxordu quraq. Yarım ton, 1 ton yarım. Deməli yarım ton. Fa, sol, diez. Görürsünüz? Sol, diez. Diez və la. Bak görürsünüz qurduq. İndi gəlin bunun kadensiyasını verək bir də. Kadensiyanı özünü də kadensiyanı quraq. Eyni zamanda la nədir? Mayə pilləsidir. 7-ci pilin 4-cü do və la burada mayədir. Sonra gəlin indi kadensiyanı verək. Sol, diez, fa. Sol, fa. Sol, diez. Bir də çalım yavaş. Sol, diez, fa. Sol, diez, fa. Mi, fa, sol, diez, fa. Sonra gördünüz. Sol. Gəlir son imidən. Mi, re, do, re, mi, re, do, diez, re. Mi, re, re, do, diez, re. Gördünüz. Gördünüz mü? Deməli, biz neynədik? Bugün hansı dərs keçdi? Humayun məqamını, bu günləri bir ses qatarını, quruluşunu və kadensiyasına keçdik. Gələn dəfə sizinlə Allah qoysa inşallah Humayun ladının müxtəlif mayələrdən qurulmasını keçəcəyik. Kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.